şairin isminə, şiirinə, onun məcazi mənada desək, Sen olaydın nasihatin, ay geçken muhabbetin. Her anda, her hareketimizde fikirləşirik ki, biz Tayı bərabəri yox idi kənddə. Ağaclar elə bil ay işığı idi. Bizə o imkanı vermirdi ki, istədiyimiz şeiri biz an etibarıyla tapa bilərik. Məsələn, İrəliyə aparır. Xəzər məni uşaqlığa qaytarır. Kimi şeir yazmır. O hikayələrə əsaslanır. Məsələn, ay gecikən məhəbbətim, sonra Mağzalı şeiri. bizim bacılar Müddət yaşayırlar. Böyük şairimiz Səməd Vurğun ora gəlib. Vurulasan uzaqda, sevdiyini ildə bir yol görəsən. Səlis bir dildə, Azərbaycan dilindədir. Üfüqdən üfüqə Tvardovskinin böyük bir paya var. əyilməyən bir dağ kimi. Ürəyindən ağrı qopur, sinəm olur para. İncitsen bir çağa qansız, sonra yavaşça değişir, inleyen kamandı qadın ürəyi. Görəsən dərdimi kimə danışım? Sizə danışıram ey şeirlərim. Bu benim gördüğüm bu hadise. və qiraətçilərimiz Eldos Bayram, Xəzər Bu qədər müddət ərzində ayaqda durduğunuz üçün, dəyərli vaxtınızı ayırdığınız üçün, ədəbiyyat yaşasın, poeziya yaşasın. Çox təşəkkür edirəm bütün yaradıcı heyətə və buradakilərə.